Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, monitoring suallarımızla yenidən davam edirik. İnşallah ki, imtahana qədər də səhifəmizdə çalışacağam ki, hər gün heç olmasa bir dənə monitoring izah edim. Ondan əlavə siz özünüz hazırlaşmaq istəyirsinizsə, monitoring qruplarımıza qoşula bilərsiniz. Burada düzdür, biraz gec-gec paylaşımlar edirəm, amma həmən qrupumuzda həftənin 3 günü ən azı 6 dənə həftəyə 6 dənə monitoring işlədilir. Məqsədimiz odur ki, Olandau kitabındakı bütün monitoringləri yazmaq. Özüm də əlavə materiallardan gördüyünüz kimi, məsələn, bu Landaudan deyil. Özüm başqa mənbələrdən axtarıb tapıram, bu şəkildə çıxartdırıb sizin üçün çəkirəm ki, sizə yararlı və faydalı olsun. İnşallah hər birinizə uğurlar arzulayıram. Keçək tapşırıqlarımıza. 7.082 onda birlərə qədər yuvarlaqlaşdırın. Biz bilirik ki, onluq kəsirlərdə vergülün sağındakı duran hissələr onda 1, 100%, 1000%-dir. Vergülün solunda duranlar isə təklik, onluq, yüzlük şəklindədir. Onda birlərə dediyinə görə vergüldən sonraki birinci gələn onda 1 adlanır. Bizim yuvarlaqlaşdırma qaydamız ədədin, qeyd olunan ədədin sağında 0, 1, 2, 3, 4 ədədləri varsa, qeyd olunan ədəd olduğu kimi qalır. Əgər 5, 6, 7, 8, 9 ədədləri varsa, bir vahid artır. Burada da gördüyünüz kimi 8 olduğuna görə olur 7 tam. Onda 1. Variant D variantı. İkinci sual. Tərs mütənasibliyin düsturunu göstərin. Burada çapda biraz qəribəlik olub deyə mən bu sizin üçün əlavə yazacağım. Tərs mütənasibliyin düsturunu dediyinə görə y bərabərdir k bölünsün x-a. Buradan əlaqəli düsturları da yazın. Variant A variantıdır. Məsələn, buradan k mütənasiblik əmsalını tapmaq üçün x-i vurmalıyam. Y-ə x koordinatını tapmaqdan ötürü biz deməli k-nı bölməliyik y-ə. Bu düsturlarda qeyd elədim ki, sizin üçün rahat olsun. Deyir, bölmə əməlini kəsir şəklində yazaraq ixtisar edin. 24 36-da 24 edir. Deməli, biz hər tərəfi 12-yə böldüyümüz zaman, belə yazım, 12-yə böldüyümüz zaman edir 3-də 2. Yəni, variant A variantı. 2 üstəgələk 3 kəsirin düzgün kəsir olması üçün n-in ala biləcəyi natural qiymətlərin sayını tapın. 30-dursa, düzgün kəsirdən söhbət gedirsə, deməli mənim ən böyük kəsirim 30-da 29 olmalıdır. Çünki 30-da 30 düzgün kəsir deyil. Ona görə bura 29 ola bilərsə, sən gətir 2-in üstəgələk 3 bərabərdir 29-u tənlik kimi yaz. Buradan n-i tapaq. 2n bərabərdir 26-ya, n də bərabərdir 13-ə. İstəsəz tək-tək yazsanız da 13 dənəsini tapa biləcəksiniz. Variant B variantı. 180 ədədinin natural bölənlərinin sayını tapın. Birinci 180-i sadə vuruqlarına ayıraq. 180-i 2-yə böldüyümüz zaman 90, 2-yə böldüyümüz zaman 45, 3-ə bölünəndə 15, 3-ə böləndə 5, 5, 1. Natural bölənlərinin sayını tapmaq nə deməkdir? Biz baxırıq ki, 2-dən 2 dənədir. Yazırıq ki, 2 üstəgələk 1. Bu üstəgələk 1 düsturun özündədir. Bu 2 isə sadə vuruqların sayına görə dəyişir. Vurulsun. 3-dən də 2 dənədir. Yazıram 2 üstəgələk 1. Yenə qeyd edirəm. Buradakı 1 üstəgələk 1 düsturun özündəki 1-dir. Vurulsun. 5-dən 1 dənədir. 1 üstəgələk 1. Yəni, birinci tərəfdə duranlar sadə vuruqların saylarını göstərir. İkinci tərəfdə duranlı biri isə düsturun özündədir. Ortadakı da vurum olmalıdır. 2-nin üstünə 1 gələndə 3 edir. 2-nin üstünə 1 gələndə 3 edir. 1-in üstünə 1 gələndə 2 edir. 3-ü 3-ə vuranda 9, 9-u da 2-yə vurduğumuz zaman 18. Variant C variantı. 31-ci sual. Bax, ümumiyyətlə, bu nisbətlər mövzusunda üçbucağın istər perimetri sahəsi olduğu zaman, böyük tərəf, kiçik tərəf tapılan zaman, demək olar ki, hər 8 dənə bugünə qədər monitoring paylaşmışıq. Hamısında bu sualdan var. Ona görə bu suallarda diqqətli olun. İnşallah ki, bu sualı heç kim səhv yazmaz. Yetəri qədər məncə izahını vermişik. 2, 3, 4 nisbətində olarsa deyir. Nisbət şəklində yazdığımız zaman biz deyirik ki, 2x üstəgələk 3x üstəgələk 4x bərabərdir 18-ə. Topladığımız zaman 9x bərabərdir 18, x bərabərdir 2-yə. Hər tərəfin uzunluğunu deyir. Yəni, birinci 2x idi, 2 vurulsun 2 bərabərdir 4 cm. İkinci 3x idi.
3 vurulsun 2 bərabərdir 6 sm. Digəri isə 4x idi. 4 vurulsun 2 bərabərdir 8 sm. Variantımız da D variantı. Deməli, əköb 45-25, əbob 45-25 deyir hesablayın. Biz demişik ki, bunun düsturumuz elə 45 vurulsun 25-dən yola çıxaraq da tapa bilərik. Amma görürsünüz ki, yadınızdan çıxıb qayda, əbobla əköb ayrı-ayrılıqda tapıb, o şəkildə də yaza bilərsiniz. 33-də uzunluğu 2,5 deyir, eni isə uzunluğunun 5-də 4 hissəsi qədərdir. Bir ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsrə vurmaq lazımdır. Yəni, 2,5 vurulsun 5-də 4. 2,5 ilə 5-i ixtisar aparıb 4-ə vurduğumuz zaman bu edər 2. Deməli, eni 2 oldu. 2,5 də uzunluğudur. Düzbucağının perimetrini soruşduğu üçün P bərabərdir 2 vurulsun. A üstə gələk B-yə. 2 vurulsun. 2 üstə gələk 2,5-ə. Bu da edəcək 9. Variant D variantı. 34-cü sual. Deyir ki, Mağazaya 380 qutu meyvə şirəsi gətirdilər. Bu qutuların 25%-i nar şirəsidir. Yəni 380-dan 25%-ni tapmalısan. 380 vurulsun 25 bölünsün 100-ə. Bərabərdir 95. Deyir, mağazaya neçə qutu nar şirəsi gətirdilər? 95 qutu nar şirəsi gətirdilər. Əköb 10, 40, 60-ın tapın. Sadə vurğulara ayıraq. Üç dənə əköbü verildiyi zaman sadə vurğulara ayıranda biz demişik ki, birinci, iki ədədini götürüb bu şəkildə tapaq. Aldığımız cavabla da digər tərəfi tapmaq olar. Yenə buradan da yazdığımız zaman olacaq 60 vurulsun 2 bərabərdir 120. Variant D variantı. 36-cı deyir, qarşılıqlı sadə ədədlər cütünü göstərin. Qarşılıqlı sadə ədədlər biz nə demişik? Yalnız böləni 1 olmalıdır. Burada da əlbəttə ki, D variantı. 15-in böləni 3 də var. 32, 46 hər ikisi 2-yə bölünür. 24, 36 da hər ikisi 2-yə bölünür. 37. Məhsulun qiymətini 100 manatdan əvvəlcə 20% artırdılar. 20% artırmaq o deməkdir ki, buradan yazım ki, genişdə yerimiz olsun. Evet, buradan yazıq. 100 üstə gələk 20. Bərabərdir 120%. 120% də demişik ki, bölünsün 100-ə. Bu da edər 1,2. Deməli, 100 manatı 1,2 faiz artırmaq, yəni ilə bunu 120 deməkdir. 120 manatdır bu. 100 manatdan 120 manata gəlib. Daha sonra isə yeni qiyməti 20% azaldıb. Bu qiyməti 20% azaldıb. 20% azaltmaq onsuz da çıxılsın 80% deməkdir. %80 də edir 0,8. Sən yeni qiyməti soruşduğuna görə 120-ni də vururuq 0,8-ə bərabərdir 96 manat edir. Və bundan da hər demək olar ki, monitoringdə bu sualdan var. Diqqətli olun. Məxrəci 30 olan neçə ixtisar olunmayan düzgün kəsir var. Burada düşməyib. Düzgün kəsir var. Biz indi bunları yazaq. Biz məxrəci 30 olan neçə ixtisar olunmayan? 30-da 1, 30-da 7. İndi sırayla hamısını özünüzdə baxa bilərsiniz. Məsələn, 12 də 2-yə bölünür, 30 da 2-yə bölünür də. İxtisar olunmayandan söhbət getdiyi üçün biz bu şəkildə yazırıq. 30-da 23 və 30-da 29. 8 dənə qeyd edək. 15-də 6 onluq kəsir şəklində yazın. Biz bilirik ki, bu adi kəsirdir. Adi kəsir onluq kəsirə çevirmək üçün mən sürəti məxrəcə bölməliyəm. 6-nı da 15-ə böldüyüm zaman edir 0,4. Usta Adəm ötən həftə 45 saat işləyib. 45 saat işləyib 405 manat maaş əmək haqqı alıb. O 3 saat işləsə neçə manat əmək haqqı alar? Deməli, baxırıq ki, 45 saata 405 manat deməli, alıbsa, 405 manat alırsa. 3 saata görə neçə manat almalıdır? Az almalıdır da, yəni. Deməli, bura azalırsa, burada azalırsa, deməli, düz mütənasibdir. Ona görə x bərabərdir 3 vurulsun 405 bölünsün 45. Bu da deyir 27 manat. Variant B variantı.
41. Məktəbdə müəyyən sayda kitab hədiyyə olundu. Bu kitabları hər bağlamada 10-10, 12-12 və ya 15-15 qablaşdırdıqda bütün hallarda 6 kitab artıq qalır. Məktəbə ən azı neçə kitab hədiyyə olundu? Bax, bu suallardan da demək olar ki, hər dəfə düşür. Fikir verirsinizsə, əgər məktəblərdə sizdə iş dəftəri və güvən test nəşriyyatına, yəni güvən nəşriyyatına işlənilibsə, demək olar ki, ancaq o suallardan düşür, fikir verirsinizsə. Yəni fərqli bir şey yoxdur. Sadəcə ya rəqəmlər dəyişir, ya nə bilim sözü fərqli cür verir. Eyni şeydir. İş dəftərinin güvəni yaxşı işləyən uşaq məncə bu monitorinqdən heç qorxmamalıdır. İndi çalışırıq ki, hər dəfə mən ona görə tez-tez videolar çəkməyə çalışıram ki, sırayla gedir deyə Landauda. Asandan çətinə doğru gedir. İndi məsələn bundan sonrakını paylaşdığım zaman orada artıq koordinatlardan da danışır. Yəni hamısını demək olar ki, təkrar etmiş oluruq. 15-15, 10-10, 12-12 dediyinə görə birinci deməli biz bunun əkobu 10-u, 12-ni, 15-i tapmalıyıq. 12, 10-un, 15-in əkobu 60-dır. Deyir ki, sonra da 6 dənə kitab artıq qalır. Yəni mən bilirəm ki, 60 10-a da bölünür, 12-yə də bölünür, 15-ə də bölünür. Bölünür və 6 kitab artıq qalır. Deməli üstünə 6 gəlməliyəm, eləməli də 66. Görürsən ki, məsələn, variantda 66 yoxdur. O zaman 66-nın üstünə bir dənə də 60, bir dənə də 6 gəlirsə, məsələn, olur 72. Hə, görürsən 72 yenə yoxdur, yenə 72-nin üstünə 6 gəlirsə, hər dəfə 6-6 artırırsan ki, sən məsələn 66-nı 10-a böldüyün zaman cavab 6 alasan, qalır da 6 qalacaq. Yenə 6 kitab artıq qalırmı? Əlbəttə ki, qalır. Ona görə variantımız A variantı. 42-ci sual. 73 dərəcəli bucağa konqruent olan bucaq neçə dərəcədir? Biz konqruentliyi bilirik ki, bucaqların, tərəflərin bir-birinə bərabər olunması verilən üç bucaqlara nəzərən. Ona görə də elə 73 dərəcə olacaq. Samir və bacısının yığdıqları göbələklərin sayı 12-nin 15-ə nisbətindədir. Samir 36 göbələk yığdısa, bacısı neçə göbələk yığdı? Baxırıq ki, deməli Samir 36 yığıb. Yazıb Samir bacısı. Samir, bu da yazaq bacı. 12-nin 15-ə nisbətindədir. Yenə yazıram. Samir bacı. Samirin göbələkləri 36-dır. Mən baxıram ki, 12-dən 36-nı nətər almışam ki? 12-ni 3-ə vuraraq almışam da 36-nı. O zaman mən 15-i də vurmalıyam. 3-ə almalıyam 45. Deməli, bacısının neçə dənə? Bacısı neçə dənə yığıb? 45 dənə yığıb. Düşərgədə ərzaq 240 nəfərə 30 günə çatar. Əlavə 120 nəfər də gələrsə, ərzaq neçə günə çatar? Deməli, 240 nəfərə 30 günə çatır. Əlavə 120 nəfər gəlir. Yəni 200-ün 40-ın üzərinə 120 gələndə 360 nəfər də x günə. Burada göründüyü kimi tərs mütənasib asılılıqdır. Ona görə x bərabər 240 vurulsun 30 bölünsün 360-a. Bu dedər 20 variant B. 45. Ədədinin sadə vurğuları ayrılması düzgün verilmiş. 48 ədədindən burada söhbət gedir. 48-i gəlin sadə vurğulara ayıraq. 48-i 2-yə böldüyümüz zaman edəcək 24. 2-yə böləndə 12. 6, 3, 3, 1. 4 dənə 2, bir dənə 3. 4 dənə 2, bir dənə 3 də C variantında. Burada elə belə göstərilir. Yəni A, B, C yazılmayıb da. B, C, D, Y-dən başlayıb yazılmağa. Olsun. 46. Deməli, tapşırığı bir köçürtmürəm, buradan yazırıq. 18 ilə 24-ün əkobu 72-dir. 72-ni 18-ə bölüb 3-ə vuranda 12. Bu edəcək 15 vurulsun 3-də 1-ə. Bərabərdir. 72-də 27 vurulsun 3-də 1 bərabərdir. 27 ilə 3 ixtisar gedir 9-a. 9-u da 72-yə olur 8-də 1. Variant da olur B variantı. Miqyası 1 bölünsün 200 min olan xəritədə iki məntəqə arasındakı məsafə 8 cm-dir. Həqiqətdə bu məntəqələr arasındakı məsafə nə qədərdir? Biz buradan baxırıq ki, 1 bölünsün deməli 200 min cm-dir. 8 cm-dir. Deməli 8-i mən vurmalıyam 200 minə. Beləməlidir 16 santimetrə. Biz bilirik ki 16 santimetrimiz metrə keçdiyimiz zaman 2 dənəsini silirik. Yəni 100-ə bölürük.
olur 16.000. 16.000 metri də kilometrə çevir. Əslində burada kilometrlər yazılmalıdır da. 16.000 metri də kilometrə çevirdiyimiz zaman olur 16 kilometr. Variant C. 48-ci sual. Burada şagirdlərimə yoxladığım üçün ona görə belə yazmışam. Yəni birdən deyəsiniz ki, hazır cavabları var imiş. Yəni aydınlıq gətirmək istədim. Mütləq ki, onu yazan olacaqdı. Qüvvət şəklində yazın. Baxırıq ki, 9-a neçə dənədir? 1, 2, 3, 4, 5, 6. O zaman yazaram ki, 9 üstündə 6. Variant B variantı. 49. Verilən nisbətlə faiz arasındakı uyğunluğu müəyyən edin. 0,7% əlbəttə ki, C-yə uyğundur. 0,23 B-yə uyğundur. 1,08 108-ə uyğundur. Nə deməkdir? Onluq kəsiri, sanki bu belədir. Onluq kəsiri faizlə ifadə etmək. Onluq kəsiri faizlə ifadə etmək üçün onluq kəsiri 100-ə vurmaq lazımdır. Biz bilirik ki, 100-ə vuranda, 10-a vuranda, 1000-ə vuranda nəyə baxırıq? Birin yanındakı sıfırların sayına. Birin yanında 2 dənə sıfır var deyə mən vergülü 2 vahid sağa sürüşdürməliyəm. 1, 2. O zaman bu oldu 70%. Digərləri də onun kimi. Variant oldu 1C, 2B, 3A. C variantı. Uyğunluğu deyir müəyyən edin. Biz bunu belə deyim, ortaq məxrəcə gətirib bu şəkildə də yaza bilərsiniz. Onluq kəsirə çevirib o şəkildə də yazmaq olar. A-nı 3-ü 5-ə böldüyüm zaman 0,6 edəcək. B-də 5-i 7-yə böldüyüm zaman 0,71 bu şəkildə davam edəcək. Sadəcə yuvarlaq götürmək üçün bu şəkildə götürürəm. C-də isə edəcək 0,81. Baxdığımız kimi 0-dan sonraki onda birlərə baxırıq. C ən böyüyümüzdür. A ən kiçiyimizdir. O zaman olur A kiçikdir B-dən, B də kiçikdir C-dən. Variantımız hansıydı? H variantı. Bu da burada yekunlaşdı.